Azərbaycanda ötən illə müqayisədə bu il qohum evliliklərinin sayı kəskin artıb. Ədliyyə Nazirliyinin məlumatına görə bu ilin ilk 4 ayında 698 bioloji qohum arasında nikah qeydə alınıb. Bu rəqəm ötən ilin eyni dövründə 495 olub. Ekspertlər bu tendensiyanı qanuna edilən dəyişikliklərlə əlaqələndirirlər. Belə ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən bioloji qohumlar arasında rəsmi nikah qadağan edilir. Millət vəkili Günay Ağamalı qanun layihəsinə edilən dəyişikliyin olduqca önəmli olduğunu bildirib. Bəzi bölgələrdə köhnə ənənələrin hələ də nisbətən üstünlük təşkil etməsi və tibbi risklərə dair kifayət qədər məlumatın olmaması dayanır. Digər tərəfdən, vətəndaş nikahlarının yayılması rəsmi nikaha daxil olmadan birgə yaşamın daha rahat hesab edilməsi, hüquqi məsələlərdən yayınma meylləri və bəzən də ailə məsuliyyətindən boyun qaçırmaq kimi səbəblərlə bağlıdır. Təəssüf ki, bu cür yanaşmalar xüsusilə qadınlar və uşaqlar üçün ciddi hüquqi və sosial problemlər yaradır. Ginekoloq Yeganə Əliyeva deyir ki, qohum evliliklərindən doğulan uşaqlarda genetik və nevroloji xəstəliklərə daha çox rast gəlinir. Xala qızı, bibi oğlu və yaxud da əmi qızı, əmi oğlu, hər hansı bir qohumlar, hətta uzaq belə bəzən soruşursan, anamnez toplayan zaman pasientlər deyir ki, uzaq qohumluğumuz var, amma buna baxmayaraq onların bəzən görürsən hamiləlik baş verir, hətta hamiləliyi sona çatdıra bilmirlər və yaxud da hamiləliyi sona çatdırırlarsa, onların dünya göz açmış körpələrdə sonraki zamanda nevroloji xəstəliklərdən çox əziyyət çəkirlər, genetik xəstəliklərlə rastlaşırlar. Ekspertlər onu da bildirirlər ki, bu qadağa həm də vətəndaş nikahlarının sayının artmasına da səbəb ola bilər. Aylin Rəsulzadə, İlham Əkəliyeva, Xəbər Ertəsi.